Elm adamları açıqlayıblar ki, dünyada ən uzun ömürlü insanlar Yaponlardır. Bunun da səbəbi Yaponların hər səhər ac qarnına bolluca su içməyə adətidir. Ac qarnına su içməyin faydalarını saymaqla bitməz. Beləliklə, səhər yuxudan duran kimi bolluca su içmək mədə və mədə altı vəzi xəstəliklərinə yaxşı təsir eləyir. Bağırsaqları təmizləyir. Sidik yolunda iltihabların qarşısını alır. Böyrəkləri sağlam saxlayır. Orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Günə daha enerjili başlamağa kömək eləyir. Gün ərzində hərəkət etmək istəyini artırır. Dərini təravətləndirir və nəmləndirir. Saçları sağlamlaşdırır. Saç dibini möhkəmləşdirir. İmmuniteti möhkəmlədir. Bir də suyun nizamlı içilməsi məsələsi var. Yarım əsrdən çoxdur ki, mütəxəssislər buna diqqət çəkməyə çalışırlar. İndi sizə suyu nə vaxt içmək və içməmək lazım olduğunu açıqlayacağım. Öz sağlamlığınızın naminə daha diqqətli olmağa çalışın. Su nə zaman içilməlidir? Susuzluq hiss eləyən kimi ət yedikdən sonra, yağlı yedikdən sonra, qorxduqda, səhər yataqdan qalxdıqda, yatmazdan öncə, yemək arasında. Bəs suyu nə zaman içmək olmaz? Hamamdan çıxandan sonra su içmək olmaz. Bu zaman orqanlarda sürətli yaşlanma prosesi baş verir. Acılı yeməklərdən sonra su içmək mədə və bağırsaq rahatsızlığına səbəb olur. Yuxu arasında su içmək beyinə pis təsir eləyir. Meyvə yedikdən sonra su içmək olmaz. Bu, orqanizmdə turşuluq yaradır. Qaçıb yorulduqdan sonra su içmək olmaz. Qaraciyər və dalaq böyüyür. Şirniyyat yedikdən sonra su içmək olmaz. Qanda şəkəri yüksəldir. Qusduqdan sonra su içmək olmaz. Süfrədə yeməkdən əvvəl və yeməkdən həmən sonra su içmək olmaz. Xüsusi qeyd edeyim ki, səhərlər ac qarnına içilən suya yarım limon sıxsanız, vücudunuzun toksinlərdən tamamilə təmizləndiyindən əmin ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Bu cür videoların davamını istəyirsinizsə, videonun altındakı like düyməsini basaraq kanalımıza dəstək olmağı unutmayın.